hörmətli Sayın Haşim bəy Bilgini tribuna dəvət edirəm. Buyurun Haşim bəy. Aziz dostlar, mən birincisi salamını getirəm dostlarımın tərəfinə hizblərə. Quruculardan çox təşəkkürlərimizi bildiririk. QDP-dən, Azovdan və birlik təşkilatlarımızdan. Bilirsiniz ki, biz Güney Azərbaycan Liberal Demokrat Partiyasını yola saldıq. Bu bizim iftixarımızdır. Bu bizim şənimiz olacaq. Yox Güney Azərbaycanda, bəlkə İranda, yox İranda, bəlkə o məntəqədə bu ideolojini, bu fəlsəfəni, bu düşüncəni ortaya gətirməyimiz üçün. Əziz dostlar, bizim başladığımız ad insanların azadlığıyla, ulu öndərimiz Məhəmməd Əmin və Rəsulzadənin sözündən başlamışıq. İnsanlara azadlıq, millətlərə hürriyyət. O bir yerdə ki, insanın azadlığı ortada olmasa, insanın ki, özünü səhnəyə gətirə bilməsə, yəni tək insanlarımız cinsiyyətinə, dininə, dilinə baxmadan, fərq etməz. Bu insanlarımız özlərini ortaya gətirmədən eləyə bilməz, biz bir çözüm, biz məsələmizi həll edək. Əlbəttə, arzular, istəklərimiz çox gözəl bir şeydir. Referandumu istəyir, ürəkdən sözlərimizdir. Hər zaman arzular bir zaman əməli olubdur. İnsan arzu edibdir, bomba atomu yaralıdır. İnsan arzu edib, dünyanın o üzlarına geçib gedibdir. Bu cür belənsi arzularda əlbəttə bizim təbii haqqımızdır və buna da yetişəcək. Bunda söz yox. Amma ki, buna yetişmək üçün biz böyük bir problemlərimiz var. Birisi, belə başlayayım mən. Bugün biz Güney Azərbaycan coğrafiyasından danışırıq. Burada danışanda mən təbii gələcəyim liberal demokrasiyadan söz aparam. Əgər bizim bölgəmizdə, əgər Güney Azərbaycanımızda, əgər bizim Güney Azərbaycandan gələk yenək şəhərlərimizə, şəhərlərimizdən yenək məhəllələrimizə, məhəllələrdən gəlib yenək evə, evin içindən yenək uşaqlarımızın üstünə. Əgər bu liberal demokrasi anlayışını anlamadıqları halda necə eləyə bilərik biz? Gəlib o məntəqədə referandumdan söhbət edelim. Necə eləyə bilərik biz gələk? Coğrafiyamızın bir tikəsinə baxırıq, görürük ki, umumiyəmizdə kütlər var, mahabatımız var, sərdaşlığımız var, xanamız var, sulduzumuz var və bu kanımız var. Bunlar bizim torpaqlarımızdır. Torpaqdan pay olmaz. Bu bizim ata-baba sözümüzdür. Torpaqdan pay olmaz. Amma torpaqda yaşayan insana hürmət qoymaq olar. Biz o insanlara, yəni bu ki, o insanlara da azadlıq istədiyimiz halda, yəni o yerdə çözmə dil istəyən, o coğrafiyanın hükümətini qoymaq üçün, yaratmaq üçün o insandır ki, o hüküməti yaradacaqdır. Əgər bu hədəf bunu qoyaq ki, dövlət gəlib o Güney Azərbaycanı bir dənə dövlət qoyuruq ki, dövlət gəlib onu hidayət edəcək, dövlət onu rəhbərlik edəcək. Mən belə deyim sizə ki, əziz dostlar, bugünkü cümhuriyətin heç bir işğalı yoxdur. Desəz nədən? Onu biraz açıqlayayım. Baxın, 1357-də biz bir inqilab keçirdik. Adı inqilabdır. Biyaz adalı qayıdaq deyirsiniz. Qayıdaq o zamana ki, quldur qıza gətdilər İrana. O zamana ki, Məmalik Məhusəni götürüb dağıtdılar, bir dənə İran atda bizə çıxartdılar səhnəyə. Baxaq görək bir, o zaman o nöqtədən gələndə, aya, o quldur qıza o işi gördü ki, gəlib o insanlara azadlıq verdi. Ya yox, o bir dənə başqa ölkələrin quruduğu, yaratdığı insan etiqətlə qoydular. Və onun ortadan getməsinlə
onu ve onun oğlu ortadan getməsiylə, mən fəqət məcburum biraz sıxışdım sözlərimi, üzr istəyirəm. Onu və onun oğlu ortadan getməsiylə 1357-də bir dənə Müslüman ortaya gəldi. Hala o ortada mən onlara da cəbrə məcburum burada geçən bu zamanın darlığına görə ki, nələr başımıza gəldi, nələr geçdi, ola gəlib gedənəcə. Amma sözüm buna gəlir ki, o çürümüş sistem, o İranda yaranmış çürümüş sistemin sahabə Cumhur İslami sistem əvəzilədi, yeni sistem gəldi. Neynədir dostlar? Aynı çürümüş sistemin sadəcə qapı pəncərəsi əvəz olundu. Aynı sərmayədarı ibadətdə həmin şəkildə idamə aparıldı. Sadəcə gəldilər o sərmayənin pulu ki qabaqsa hamısı tökülüydü bir qanun ciblərinə. Biraz da gəldilər bilməm cəhat yaratdılar, bilməm insanlara biraz paylamaqla paylaşma elədilər. Amma ona da buna görə elədilər ki, eləyə bilsinlər, o millətə hükümət eləsinlər. Biz liberal demokrat olaraq, liberal demokrasiya dayanayaq, deyək ki, insan azadlığı insanın dilindən geçər, insanın vücudundan geçər, insanın azadlığından geçər, insanın hüquqiyyətindən geçər, insan azaddır dininə. Biz məcəd dinimizi tanıdıq. Hansımız burada dinimizi tanıdıq? Hansımız İslamımızı tanıdıq? İslam bizim millətin dinidir. Hansımız Şiyanı tanıdıq? Hansımız Sünnini tanıdıq? Sadəcə bildik ki, Şiya, Sünni bir-birinə qarşı gələr, bir-bir vurub dağıtmağa görərlər. Amma sakin, biz buna yetişirik ki, liberal demokrasiya dayanaraq deyirəm ki, biz əgər insanımızı o yaratdığı yenilənmiş dəstgahlarla müsəlləh edəsək, amadə edəsək, yenilənmiş sistemlərə mindirsək, o insan layiqi olan zadına yetişər. Bunu düşünün, bir dənə mallarının savadı nədir ki, gəlib o insana dəstəyər? Əgər bunu bir dənə döktür, bunu bir dənə profesor gələ bu işi görə, gələ o yuxarı səviyyədə sistemin, o dinini, o məzhəbini, o millətə, o topluma açıqlayar, onun varlığını ona göstərər, onun verər. O hara bir dənə deyək Molla Həsənimiz gələ açıqlayar, o hara. Yerdən görə fərq var. Aynı məsələ bizim təşkilatlarda var, qardaşlarım. Baxın, mən burada hamımızı azdan çoxdan tanımışım. İndi AZ və Cavad Pədəxtədə Federasyonunda və yazı dosyalar əvvəldə məndə var. Hər zaman olmuşam. Doğrudur. Amma hər zaman da öz içimdə qala bilmişəm. Nədən? Çünki asəkkərlərimiz var. Asəkkərlər olduğu yerdə, yəni bağışlıyız, asəkkər deyəndə yaşlılarımız deyəndə o da düz gəlmir. Çünki hamını genç görürəm mən burada. Hamı gerçəkdən genç ürəklidirlər. Amma burada həmişə bizim toplum belə olubdur ki, hər zaman bir böyük obsilərin üstündə təsmin tutub və təəssüflə bu bizim böyük tərin zadımız olub. Bizim toplumumuz, gençlərimiz eləyə bilməyiblər, səhnədə özlərini göstərdilər. Gençlərin haqqıdır. Gençlərin haqqıdır. Biz buna inancımız var. Cinsiyyət ayrımı yoxdur. Arvad kişi söhbəti yox burada. İnsan azad oldu, fərq etməz, arvadı ya kişisi. Cinsiyyət, bilməm, ürək azadlığı deyək. Əgər bu ortada olsa, baxın burada nə qədər bizim cavanlarımız buranı tutubdur. Mən öz uşaqlarıma sahib çıxa bilmişəm. Yox. Ki, gələm sənə deyəm, sənin uşaqların haradadır? Deyə bilməm. Nədən? Çünki mən də eləyə bilməmişəm o sistemlə özümü, yəni yenilənmə sistemi ilə özümə onu updater edəm. Beqoğlu zatlar demişdi, özümü təkmillədəm. Hərəmizin cibində bir dənə mobil cep telefonu var, kompüterlər qabağımızda. Baxın, 10 il bundan qabaq keçdi. İndi 10 ilin içində bu kompüterlər nə qədər fərq edibdir? Baxaq, bizim təşkilatlar nə qədər fərq edibdir? Baxın, dünyaya bir gün yeni bir sistemlər var. Biz onun adını liberal demokrasi deyəndə, yəni şaka gəlməsin, şuxluq gəlməsin, əziz qardaşlarım, bacılar. Baxın, Amerikanı dolandıran, Amerikanın rəisimi seçimdən çıxandan sonra nə deyir? Mən ona deyəm, Sayın Obama, Prezident Obama, hər nə desəm onun haqqı var. Nədən? Deyir ki, biz top tüfəz zoruna yox, eğitim zoruna. Eğitimlə millətimiz dünyaya hükümət edir. Axı bizim hansı eğitimlə biz savaşa giririk? Hansı eğitimlə biz savaşa giririk? Hansı eğitimlə biz düşmənlərimizin qabağına giririk? Biz düşmənimizi fas edirik, küd edirik, ərəb edirik. Mən deyirəm ki, bizim düşmənimiz fas deyil. Mən deyirəm bizim düşmənimiz fas deyil, küd deyil. Əgər biz istəyik İranı
hifz eləyək. İranı yox, insanların azadlığını hifz eləyək. Əgər biz istəyik insanların azadlığından söz aparaq, burada diqqət edin, bizim böyük hükümetimiz, pişəvəri, baxın, orada pişəvəri gəlir, adı gəlir, şəxs gəlir. Amma orada firqə demokratın içində olan insanlarımız hamısı gedir, bir şəxs sembolik olarak ortada gəlir. Baxın, bunu vuran Tehran'dan gəlir vurur. Bunu düşünün bir dəqiqə. Əgər bu sistem ki, rəhmətlik pişəvəri gətirir ortaya qoyur, aynı sistem Tehran'da şıklı tapsa, aynı sistem Xorasanda, aynı sistem Əhvazda şıklını tapsa, Tehran hükümetində güc ola biləməyə gələ basa. Aynı məsələ indi bizim başımızda. Əgər biz indi düşmənimiz Farisi, mən deməm düşmənlər, Farisin şovinisti mənim düşmənimdir. Farisin teorisyəni ki, o sürülmüş sistemin içində şıklı tapıb o mənim düşmənimdir. Farisin bugün kasıb milləti mənim düşmənimdir. O insan, əgər biz o insanın varlığını Güney Azərbaycandan özümüzdən tutsaq, o da alacaq bizdən. O aldığı zaman, o da orada İsfahana, Şiraz'a gedib baxın. Ac yetimlərə baxın, ac uşaqlara baxın. Baxın görün, namazları necə qılırlar. Bizim millətlər heç olmasa tuvalete gelində məsələn zaten. Orada belə şalvarların saldı, pis vəzdə gedirlər. Pislərin əziyyətdə yaşırlar. Eyni məsələ, həmin məsələ bizim zatda var. Onlar bizdən çox dalda qalıblar. Onların çoxda yardımına ehtiyacları var. Baxmaq, bunlar ki pulu çapıb, aparıb, damlıqaya döküb. Hansı aparıb bu pulları ki çapıblar İrandan, o şahın, o pəhləvisi, onlar ki çapıblar, yapıcı Musa'mızı ki aparacaqdı. Hansı aparıb o Şirazında, İsfahanda yat edib. Əgər yatırsa deyəm, tamam, eybi yoxdur. Özlərini, öz millətlərini yetiyor. Amma yatırtmırlar. Aparırlar hamısını Amerikaya, İngilizə, Fransaya, oralarda yatırdırlar. Və burada dostlar, bizim düşmənimiz açıq və netdir. Dövlət, Güney Azərbaycanda əgər biz dövlət yaratmaq qəsdindəyək ki, millətimizə hükümət edəyək, yaratmasaq yaxşıdır. Bizim millətimiz o dövləti istər ki, dövlət gələ hüquq əsasında insanların azadlığını, insanların tək insanların azadlığının həddini himayət edir. Qoyma bu insan o insanın həddindən təcavüz edir. O şəraitdə biz edə bilirik qabağa gedək. Bu əsasda mən çox üzr istəyirəm Əfsanə xanımdan. Mən çox üzr istəyirəm. Burada mən çox sevinirəm ki, dostlar, gəlin düzgün səviyyədə modern vəsilələrdən savaşımızdan istifadə edirik. Modern liberalizm gətirən şivələr dünyada vardır. Almana baxaq. Almanda bugün hükümət ki var orada federal, doğal bir federal gətirib ortaya qoyurlar. Bir sistem ortaya qoyurlar ki, həm federal, həm mərkəzliyə. Bu iki sistem bir-birinin içində olaraq bir-biri dolandırıb, güclənir. Dövlət, mərkəzi dövlətin televizyonu sərasəri fərhəngi televizyondur, radyodur. Diqqət edən yoxdur. Vəzir televizyonları yoxdur. Nədən biz bunu görmürük? Nədən biz bir dənə Güney Azərbaycanımıza belənsi bir sistem nə istəmirik? Gəlib nə qoyuruq? Aha, biz QDP olaraq, Güney Azərbaycan Liberal Demokrat Partiyası olaraq əsasnamımıza, stratejimiz, taktikimiz, nə cür dövlət yaratmaq istəyirik insanlarımıza, hepsini ortaya qoyuruq. Bunu qoymaqla, bunu verməklə ümid edirik. Öz Güney Azərbaycan torpaqlarımızda bizim yaşayan kütlərimiz, onlar bunu alarlar bizdən. Onlar öz bölgələrində, elə həmin banasında, həmin bu kanunda bu sistemi alıb, Güney Azərbaycan torpağının, toplumunun, çoxumluluğun dilinə saygı göstərib və onu öyrəşmək zorundadırlar. Və öz bölgələrini, öz dilləri içində nə cür ki istəsələr idarə edəcəklər, amma bağlı olacaqlar mərkəzinə. Güney Azərbaycan torpaq bütövlüyündən söz aparır, küt davasından yox. Biz onlara himayət eləməliyik. Biz onlara ümid verməliyik, yaşamaq ümidi verməliyik. Yox ki, sən indidən razı ol, Klaşinkov'un aləliyər dayan, biz gəlirik, sən də bizim üstümüzə güllə at. Biz özümüzə düşmən çıxaldıq, da lazım nə qədər İran hüküməti muslamısı bizdən də verir. Biz əgər bu məsələlərə birinci problemlərimizə çözümümüz olsa, bu referendumumuza da nəticəsini alacaq. Mən çox üzr istəyirəm. Bağışlayın dostlar.